Hörmətli müəllimlər, əziz abituriyentlər, bir salamlayıram. Bugün sizə erkən orta əsr türk dövlətlərinin bəzilərini izah edəcəm. Dərsimizə keçmədən əvvəl zəhmət olmasa kanalı bəyənib abunə olaq. Bu dərslər başqa şagirdlərin də, müəllimlərin də qarşısına çıxsın. Qərbi Avropa Hun dövləti, Hunlar haqqında sizə keçmiş dərsdən bir məlumat verim. Demək, Hun tayfaları haqqında hələ ilk məlumat Böyük Asiya Hun dövlətini izah edəndə qeyd etmişdi. Eradan əvvəl 2-ci minillikdə Çin mənbələrində rast gəlinibdi. Bundan əlavə Hunlar haqqında eradan əvvəl 4-cü əsrdən başlayaraq Midyadakı şiz yazılarında, Gürcü mənbələrində, antik dövrün xəritələrində də rast gəlinir. Demək, Xaqlan böyük köçü nədir? Xaqlan böyük köçü hansı prosesdə başlayıb, nə vaxt davam edib, səbəblər nələrdir? Bir-bir bunları aydınlıq gətirək. Xaqlan böyük köçü bizim eranın 4-cü əsrinin 7-ci əsrinə qədər davam edib. Xaqlan böyük köçünün başlanmasının sosial, iqtisadi və siyasi səbəbləri vardır. Sosial səbəblər nədən ibarətdir? Sosial səbəb demək, əhalinin sıxlığı və sayının sürətlə artmasından irəli gəlir. İqtisadi səbəb quraqlıq, otlaqların çatışmaması, ərazilərinin başqa tayfalar tərəfindən tutulması. Siyasi səbəblər isə Çinin və başqa dövlətlərin əsarəti altında yaşamaq istəməmələridir, özlərinə dövlət qurmaq istəmələri isə siyasi səbəblərdir. Bəs Böyük Hun imperiyası parçalandıqdan sonra qərbə köçən Hunlar, yəni qərb Hunları hansı fəaliyyətlə məşğul olublar, dövlətləri nə zaman yaranıb, kimlərlə mübarizə apıb, buna aydınlıq gətirək. Demək, qərbi Hunların ilk başçısı Tanrı xan idi, ancaq dövlətin başçısı deyildi. Qərbi Hunların ilk başçısı Tanrı xan idi. Tanrı xan 2-ci, 3-cü əsrlərdə Hun Barsel tayfaları Tanrı xanla birlikdə Azərbaycan şimalına gəlib. Demək, burada möhkəmlənəndən sonra Anadolunun ərazisinə yürüş edib. 374-cü ildə Balamir xan qərb Hunların başçısı olub. Balamir xan 374-cü ildə qərb Hunların başçısı olub. Bəs 4-cü əsrin 70-ci illərində Balamir xanın dövründə, yəni Hunlar qərb Hunları hansı ərazilərə yürüş edib, kimləri məğlub edibdir? Hunlar qərbə doğru köç eləyən zaman 4-cü əsrin 70-ci illərində Don və İdil çayları arasında yaşayan alanları sıxışdırıb, Ostkut krallığını məğlub edib, Cənubi Qafqaza, Anadolunun şərqinə yürüşlər edib. Demək, Don çayını keçib Azov ətrafı əraziləri, Terek və Kubanı ələ keçiriblər. Krıma doğru hərəkət edib, Qotları məğlub edib və öz dövlətlərini 4-cü əsrin 70-ci illərində yaradıblar. Qərb Hunlarının qərbi belə deyək, Avropa Hun dövlətinin əsası Balamir xan tərəfindən qoyulubdur. 434-cü ildə dövlətin ən qüdrətli dövrü Attillanın dövrünə düşür. 434-cü ildə Attilla və qardaşı Bleda ilə birlikdə hakimiyyətə gəlib. 445-ci ilə qədər Attilla hakimiyyətə qardaşı Bleda ilə birgə idarə edib. 445-ci ildə Bleda idarə edəndən sonra isə Attilla dövləti tək idarə etməyə başlayıb. Attilla hakimiyyətə gəldiyi ildə, yəni 434-cü ildə belə desək, Şərqi Roma ilə, yəni Bizansdan sülh müqaviləsi bağlayıb. Bizansı məğlub edib və 434-də köhnə dəstəklərdə bu Konstansa sülhü kimi belə desək qeyd edirdilər. İstəsəz siz də qeyd edə bilərsiniz. 434-cü ildə Bizansdan Şərqi Roma ilə apardığı mübarizədə qalib gəlib və sülh bağlayıb. 434-cü ilə bağlanmış Konstansa sülhünün şərtlərinə görə Hunlar Bizansla belə deyək arasında ticarət əlaqələri tənzimlənib. Attilla Bizansı illik xərac ödəməyə məcbur edib və belə desək qərbdəki hakimiyyətini möhkəmləndirib. Ancaq Bizans sonradan bu müqavilənin şərtlərini pozaraq nəzərdə tutulan xəracı vaxtında çatdırmayıb və hətta Hunlara tabe olan tayfalar arasında pozçuluq fəaliyyəti ilə məşğul olub. Buna görə də Qərbi Hun dövləti 447-ci ildə növbəti dəfə Bizansın ərazisinə yürüş edib. Bunu buradan qeyd edirəm. 447-ci ildə Bizansın ərazisinə yürüş edib. Bizans. Bu köhnə dəstəklərdə 2-ci Balkan səfəri kimi də gedir. Onu da yadınızda saxlaya bilərsiniz. 447-ci ildə Attilla ilə Bizans imperatoru danışıqlara başlayıb və illik bac verməyə razı olub. Attilla Şərqi Romanı, yəni Bizansı tabe etdikdən sonra növbəti hədəf kimi Qərbi Romaya hücum edib. Qərbi Roma imperiyasına yürüş eləyən vaxt Qaliyaya, yəni indiki Fransanın ərazisinədir, Qaliyan ərazisinə səfər təşkil edib. Burqundiyanı ələ keçirib və Orlean şəhərinə çatıbdır. 451-ci ildə
451-ci ildə Katalon çölündə Qərbi Roma ilə Qərbi Hun imperiyası arasında döyüş baş verib. Qərbi Roma imperiyasına Aeti, Qərbi Hun imperiyasına isə Attila başçılıq etmişdi. 451-ci ildə Katalon döyüşünə heç bir tərəf qalib gəlməyib. Bu bəzən çaşdırıcı sual kimi isə təqdim olunur, səbəbi nəticə suallar kimi. Məsələn, yazılır ki, Qərbi Hun imperiyasının belə desək, Katalon döyüşü nəticədə yazılır Qərbi Hun imperiyasının qalib gəlməsi. Buna diqqət etməliyik ki, belə desək, bu döyüşdə heç bir tərəf qalib gəlməyib. 451-ci ildə Qərbi Romada Qərbi Hun'da üstünlük əldə edə bilməyib. Bu hadisədən bir il sonra, yəni 452-ci ildə Attila növbəti dəfə Romanın ərazisinə hücum edib. 452-ci ildə Romaya hücum edən zaman Katalon döyüşündə Qərbi Roma tərəfdən döyüşmüş Qot tayfalarını da Attila cəzalandırıbdı. Qot tayfalarını cəzalandırdıqdan sonra Roman qapılarına dayanıb və Roma papası acizanə şəkildə Attiladan üzr istəyib və Romanı dağıtmamaq xahiş edib. Attila da iki səbəbdən birini indicə qeyd elədim, Roma papasının yalvarış və xahişləri. İkinci səbəb isə İtaliyada yoluxucu xəstəlik yayıldığına görə belə desək, Qərbi Romanın ərazisini işğal etməkdən çəkinib və sadəcə Qərbi Roma üzərində üstünlük qazanıbdır. Bəs yaxşı, belə desək, 453-cü ildə Attila vəfat edir, amma vəfat etməmişdən qabaq hansı ərazi yürüş eləmək istəyirdi? Attila vəfat etməmişdən qabaq belə desək, İrana, yəni Sasanilər dövlətinin üzərinə yürüş hazırlaşarkən Attila 453-cü ildə məmalı şəkildə vəfat edir və Attila öləndən sonra Qərbi Hun dövlətinə tabe olan tayfalar, xüsusilə Qotlar üsyan qaldırır və belə desək, imperiyanın böyük olması, tabe edilmiş xalqların üsyan qaldırması nəticəsində Qərbi Hun dövləti zəifliyib və 470-ci ildə süqut edibdir. Nəzərinizə çatdırım ki, Attilanın kiçik oğlu Cabaxan da Macaristanda bu prosesdən sonra belə deyək, yeni dövlət yaradıb. Çünki Attila öləndən sonra Hunlar Qara dənizin şimalında, Qafqazda və Macaristanda məskunlaşmışdılar. 470-ci ildə isə Qərbi Hun imperiyası süqut etmişdir. Axund dövlət Axund dövləti də Qərbi Hun dövləti kimi 4-cü əsrin ikinci yarısında yaranmışdır. Demək, Axund dövləti paytaxtı Sakala şəhərində, onu qeyd eləyək. Yazmamışam, onu qeyd edeyim. Paytaxtı Sakala şəhəridir. Onu yadımızda saxlayaq. Axund dövləti belə desə çox vaxt miq və sertifikasiya düşür, amma abituriyentlərin diqqət eləməsi məncə lazımlıdır. Demək, Axund dövləti Sasani dövləti ilə mübarizə şəraitində meydana gəlib. 4-cü əsrin ikinci yarısında hətta Axund dövlətinin qərb qonşusu və əsas rəqibi Sasanilər, belə desək, şimal qonşusu isə Göytürk dövlətidir ki, Axund dövlətində 567-ci ilə birazdan qeyd edəcəm, süqutu uğradan iki dövlətdir. Biri Sasanilərdir, biri də 1-ci Göytürk dövlətin Birləşmiş Qüvvələr tərəfindən süqutu uğradılıbdır. 5-ci əsrdə hakimiyyətdə olmuş Eftal xanın adı ilə bağlı olaraq dövlət Eftalitləri və yaxud da Abdallılar ölkəsi də adlanır. Paytaxtda biraz öncə qeyd etdim, Sakala şəhəri idi. Ağsuvar xan hakimiyyət dövründə hansı hadisələr baş verib? Ağsuvar xan 430-cu ildə hakimiyyətə gəlib. Güclü xarici siyasət yürüdərək Sasanilərlə müharibə aparıb, hətta Sasanilərlə müharibə apardığı vaxtda 5-ci əsrin ortasında İran yaylası 5-ci əsrin ortasında üzr istəyirəm. İran yaylası və Türkistana belə desək hakim olubdur. Bəs bundan sonra Sasanilərlə mübarizə şəraiti necə baş verib? 484-cü ildə Sasanilərdən Herat şəhərini alıb Herat şəhərini tabe edib. Bu nəzərdə çatdırım ki, bundan sonraki dərslərimizdə Azərbaycan tarixinin dərsləri izah eləyəndə qeyd edəcəm. 1458-ci ildə Herat Qaraqoyunlu hökmdarı Cahanşah tərəfindən ələ keçirilmişdi. Hətta Ağsuvar xan Sasani şahı Firuzun taxta çıxmasında yaxından köməklik edib. Ancaq sonradan Sasani şahı Firuzla Ağsuvar xan arasında mübarizə başlayır. Ağsuvar xan Sasani şahı Firuzu hətta 2 dəfə eyni taktikanı, yəni Turan taktikası ilə məğlub edibdir. Axunlar həm Sasanilər dövləti ilə mübarizə aparan dövlətdir, həm də Sasanilərlə yaxın qohumluq əlaqələr saxlayıb. Hətta Firuzdan sonra hakimiyyətə 1-ci Qubad çıxıbdır. Sasanilərin mərkəzi hakimiyyətinə qarşı baş vermiş Məzdək hərəkatında, hətta belə desək, 1-ci Qubadı yatıranda Axund hökmdarından köməklik istəmişdi. Bunu da nəzərinizə çatdırım. Yəni Axund dövləti Sasanilərlə həm mübarizə aparıbdı, həm də qohumluq əlaqələri saxlayıbdı.
Onun qeyd etdiyi 1-ci Qubad məzdəkilərlə mübarizədə Sasanilərin gücündən istifadə edib. Bəs yaxşı, dövlətin ən qüdrətli dövrü kimin dövründədir? Mehriqulu Xanın hakimiyyət dövrü dövlətin ən qüdrətli dövrüdür. Mehriqulu Xanın hakimiyyət dövründə ölkə nizami orduya malik olub, ölkədə 700-dən çox döyüş fili var idi. Xarici siyasətdə Mehriqulu Xanın ən əsas tutmaq istədiyi yer belə desək Şimal-Qərbi Hindistan idi və hətta Şimal-Qərbi Hindistanı özünə tabe edib, bir daha qeyd edirəm, dövlətin ən qüdrətli dövrü Mehriqulu Xanın hakimiyyət dövründədir. Bu bir dəfə qəbul imtahanında da salınıb. Mehriqulu Xanla Attilanın hakimiyyət dövrü üçün oxşarlıq soruşurdu. Yəni dövlətin ən güclü dövrü olması da düzgün cavab kimi götürmüşdü. Belə desək, Axund dövlətinin bəs süqutunun, zəifləməsinin səbəbləri nədən ibarətdir? Axund dövləti niyə zəifləyib? Tabe edilən ərazilərdə mərkəzi hakimiyyətə qarşı etirazların başlaması, ərazinin müxtəlif dinlərin yayılması, yəni dini pərakəndəliyin olması, feodal əyanların müstəqillik arzularının güclənməsi, imperiyanın idarə edilməsinə çətinliklərin yaranması Axund imperatorluğunu zəiflədi və Axund imperatorluğu 567-ci ildə Sasani hökmdarı 1-ci Xosrovan Şiravan və 1-ci Göytürk xaqanlarından olan İstəmi xaqanın yürüşləri nəticəsində 567-ci ildə Axund dövləti süquta uğramışdı. Növbəti 1-ci Göytürkdür. Göytürkçülər haqqında sizə məlumat verək. Göytürk xaqanlığı 1-ci Göytürk xaqanlığı 552-ci ildən 588-ci ilə qədər mövcud olmuşdur. Göytürklər Hun mənşəli qeyd etdiyimiz kimi Aşina soyundan sülaləsindən gələn belə desək Hun mənşəli tayfalardan biridir, sülalələrdən biridir. Türk mənşəli Jujanlar dövlətinə, Avar dövlətinə tabe olublar. Göytürklər Jujanların tərkibində olan zaman dəmirçiliklə məşğul olub, silahlar düzədiblər, başqa türk tayfalarla qaynayıb, qarışaraq da çoxalıblar. 552-ci ildə Bumin xaqan Jujanları məğlub edərək 552-ci ildə paytaxt şəhəri qeyd etmişəm. Paytaxt şəhəri, Ötkən şəhəri olan yeni bir dövlətin, yəni 1-ci Göytürk xaqanlığının əsasını qoyur. Göytürkləri tarixdə digər türk dövlətlərindən fərqləndirən xüsusiyyətlərdən biri budur. Türk adının keçdiyi ilk ölkədir. Yəni Türk adının işlədildiyi ilk türk dövlətdir. Ötkən şəhəri dövlətin paytaxtı olubdur. Hətta Göytürklər Qafqaz uğrunda mübarizədə də həlledici qüvvəyə çevriliblər. Dövlətin başında xaqan titulu daşıyan hökmdar dururdu və xaqanın ən yaxın köməkçisi isə Yabqu titulu daşıyırdı. Xaqan, belə desək, Göytürk dövləti böyük imperiya olduğuna görə ölkənin şərqini hökmdarın özü, qərbini isə Yabqu adlandırılan ölkənin ikinci şəxsi idi, hesab olunurdu, hakim sülaləyə mənsub olurdu, belə desək, Yabqu idarə edirdi və Göytürklərdə tanınmış Yabqular çoxdur, amma ən tanınmış Yabqu İstəmi xaqan idi. Bəs yaxşı, 1-ci Göytürk xarici siyasətdə hansı addımları atıb və ən güclü dövrü kimin dövründədir? Bunlara bir-bir baxaq. 1-ci Göytürk Muğan xaqanın dövründə ən qüdrətli dövrünə çatıb. Demək, Muğan xaqanın hakimiyyət dövründə Jujanlar ölkədən qovulubdur. Yəni atası Bumin xaqan siyasətini davam etdirib. Bu Bumin xaqanla Muğan xaqan oxşar cəhətdə qovmağa nail olub. Dövlətin ərazisini genişləndirmək siyasəti yürüdü və hətta Çini özündən asılı vəziyyətə salmışdır. Bəs Muğan xaqanın dövründə ölkənin qərb qanadını idarə edən İstəmi xaqanın dövründə hansı hadisələr, İstəmi Yabqunun dövründə hansı hadisələr baş veribdir? İstəmi Yabqu Xəzərləri tabe edib Bizansın ərazisinə hücum etsə də, sonradan Bizansla diplomatik əlaqələr saxlayıb. Səbəb işarələdiyim kimi Sasanilər dövlətinin ortaq düşmən olması idi. Göytürklər Sasanilərlə birgə bundan qabaqki dərsdə də qeyd etdiyim kimi 567-ci ildə Axund dövləti məğlub edib və öz aralarında bölüşdürür. Lakin sonradan Sasanilərlə 1-ci Göytürklər arasında, yəni keçmiş müttəfiqlər arasında mübarizə başlayır. Bu mübarizənin bəs səbəbləri nədən ibarətdir? Sasanilər Göytürklərin mühüm ticarət yollarını məhdudlaşdırırdılar və İstəmi xaqan Sasanilərin, yəni 1-ci Göytürk xaqanlarından olan İstəmi xaqan Sasanilərin belə desək, əvvəllər Axundlara ödədiyi xəracı Göytürklərə ödəməsini tələb edir və Sasanilər bu şərtləri qəbul eləmir. Bunun nəticəsində Göytürklər Sasaniləri məğlub edib və Soqdiana vilayətini ələ keçirirlər. Ancaq 1-ci Göytürk dövləti 16-cı əsrin ortalarından başlayaraq zəifləməyə başlayır. Səbəblər anaları Çinli olan şahzadələrin Çin dövləti ilə yaxınlaşmasıdır. Çünki bu mərkəzi hakimiyyətdə ta böyük Hun dövlətinin dövründən başlayaraq zəifləməyə şərait yaradıb.
Türk inancına yad olan yeni bir dinin, Buddizmin yaranmazdır ki, biz burada da görürük ki, axunlarda olduğu kimi Göytüşlərdə də belə desək, dini pərakəndəlik olub. 588-ci ildə 588-ci ildə bura qeyd etmişəm. 588-ci ildə Göytürk dövləti iki hissəyə parçalanır. Şərqi Göytürk və Qərbi Göytürk, yəni birinci Göytürk dövləti süqut edir. 7-ci əsrin 30-cu illərində Şərqi Göytürk dövləti Çindən asılı vəziyyətə düşüb. 7-ci əsrin 50-ci illərində isə Qərbi Göytürk Çindən asılı hala düşüb. Bunu da qeyd edim ki, Qərbi Göytürk dövlətinin gələcək varisi Xəzər xaqanlığı olacaq. Onu da birazdan dərslərimizdə qeyd edəcəyik. Yəni növbəti dərslərdə qeyd edəcəyik. İkinci Göytürk dövlətinə keçməmişdən qabaq Kürkəd üsyanı, Kürkəd ümumiyyətlə Çin sarayında xidmət edən türklərdən biri olub. Kürkəd 639-cu ildə Çində mərkəzi hakimiyyətə qarşı üsyan qaldırıb. 639-cu ildə Çinə qarşı üsyan qaldırsa, yəni 40 nəfərlə 1 milyonluq Çin sarayını basıbdı. 639-cu ildə qeyri-bərabər döyüşdə Kürkəd məğlub olub və öldürülübdü. Bundan sonra Göytürklərin mübarizəsi daha da şiddətlənib. Biraz öncə qeyd etdiyim kimi Aşina sülaləsinə mənsub idi Göytürklər. Aşina sülaləsindən olan Qutluq xaqan, yəni İltəriz xan 682-ci ildə 7-ci əsrin 80-ci illərində Çini məğlub edib və paytaxtda Ötükən şəhəri olan 2-ci Göytürk dövlətinin əsasını qoyubdur. Ötükən şəhəri belə desək Böyük Asiya Hun dövlətinin 1-ci Göytürk və 2-ci Göytürk dövlətinin paytaxtları olubdur. Qutluq belə desək Qutluq xaqan İltəriz xaqan hakimiyyətə gələndən sonra Çinin şimalında yaşayan türkləri öz ətrafında birləşdirməyi bacarıb və ən yaxın köməkçisi isə Tonyukuk olmuşdu. Bəs yaxşı, İltəriz xaqan hakimiyyət dövründə hansı tədbirləri həyata keçirib? İltəriz xaqan hakimiyyətə gələndən sonra özündən əvvəlki belə desək xaqanların elədiyi səhvi təkrar eləməyib, yəni Çin qızları ilə yox, türk qızları ilə ailə qurub və bundan sonra Çinin türklərin saraylarına, türk sarayına, yəni Göytürklərin sarayına belə desək müdaxilələri, türk idarəçiliyinin müdaxilə eləməsinin Çin tərəfindən qarşısı alınıbdı. Demək, bir də ən yaxın köməkçisi Tonyukuk biraz öncə qeyd etdiyim kimi cəsur sərkərdə idi, alim idi. Tonyukuk belə desək ordunun və diplomatik işlərin təşkilində səlahiyyətli şəxslərdən biri olmuşdu. Bəs yaxşı, Qapağan xaqanın hakimiyyəti dövründə Qapağan xaqan 692-dən 716-cı ilə qədər hakimiyyətdə olub. Onun dövründə belə desək, hakimiyyətə oğlanların gələ Qutluq Bilgənin, yəni İltəriz xanın hakimiyyətə gələ bilməməsi, öləndən sonra hakimiyyətə oğlanların gələ bilməməsinin səbəbi oğlanların yaşca balaca olması idi. Ondan sonra hakimiyyətə buna görə qardaşı Qapağan xaqan gəlib. Qapağan xaqan hakimiyyəti dövründə İltəriz xanın oğlanları Bilgə və Kültigin dövlətin idarə olunmasına yaxından iştirak edib və təcrübə qazanıblar. Qapağan xaqan dövründə Göytürk dövləti daha da güclənibdir. Bilgə xaqanın hakimiyyəti dövründə Bilgə xaqan 716-dan 734-cü ilə qədər hakimiyyətdə olubdur. Bilgə xaqan hakimiyyət dövründə 2-ci Göytürk dövlətin yüksək inkişaf mərhələsinə çatıb. Bu bir. Dövlət idarəçiliyində daha da möhkəmləndirilib. Qardaşı Kültigin və baş məsləhətçisi bir daha qeyd edirəm Tonyukuk, həm atasının dövründə, həm öz dövründə Tonyukuk mühüm rol oynayıb. Mərkəzi Asiyada yaşayan türk tayfaları Bilgə xaqan tərəfindən Göytürk dövlətinə tabe olunub və Çinə qarşı uğurlu yürüşlər əldə edib. Amma sonradan Tonyukukun, Bilgə xaqanın və belə desək Kültiginin ölümü 8-ci əsrin 30-cu illərində 2-ci Göytürk dövlətinin zəifləməsinə səbəb olubdur. 8-ci əsrin 30-cu illərində 2-ci Göytürk dövlətinin zəifləməsinə səbəb olub. Və bundan istifadə edən Uyğur türkləri 744-cü ildə 2-ci Göytürk dövlətinə hücum etmiş və 2-ci Göytürk dövlətinə son qoymuşdur. Növbəti Uyğur dövləti, Uyğur xaqanlığı. Uyğur xaqanlığı 744-dən 842-ci ilə qədər hakimiyyətdə olub. Uyğurlar Mərkəzi Asiyada yaşayan türk tayfalarından biridir. Uyğurlar haqqında ilk məlumat bizim eranın 2-ci əsrində belə desək verilibdir. Bir müddət Göytürklərdən asılı olub, hətta onların ordularına xidmət edib. Çin mənbələrində belə desək Göytürk xaqanın ordusunda mahir oxçular kimi Uyğurlardan bəhs olunub. 744-cü ildə Qutluq Bilgə Gül xaqan tərəfindən belə desək bu xaqanlığın əsası qoyulub.
Qutlux Bilgegül 1 il hakimiyyətdə olubdu. 744-dən 745-ci ilə qədərdir. 744-cü ilə Qarluq və Basmal tayfaları ilə birlikdə Göytüş dövlətinə, Aşina nəslini hakimiyyətdən uzaqlaşdıraraq Uyğur xaqanlığını yaratmış və özünə xaqan titulu qəbul etmişdi. Paytaxtı Ordu şəhəri idi. Bəs yaxşı, Qutlux Bilgegül xaqandan sonra hakimiyyətə gələn Moyonçurun hakimiyyət dövründə hansı hadisələr baş verib? Bunu qeyd edim ki, Moyonçur hakimiyyətə gəlməsi əvvəlcə narazılıqla qarşılansa da, sonradan öz hakimiyyətini möhkəmləndirə bilib. 751-ci ildə Talas vadisində ərəblərlə Çinlilərin arasında döyüş baş veribdir. Ərəblərlə Çinlilərin arasında baş vermiş Talas döyüşünün nəticəsində ərəblər qalib gəlsə də, ərəblər Mərkəzi Asiyada möhkəmlənə bilməyiblər və ərəblər Çinliləri məğlub edəndən sonra Mərkəzi Asiyada üstünlük Uyğurlara keçibdir. Və əgər sizdən soruşsa, misal səbəb nəticə sualları versə, yasa Talas döyüşünün nəticəsində Uyğurlar Çinin daxili işlərinə müdaxilə etməyə başladılar. Yasa düzgün cavabdır, bəli. Hətta Moyonçur belə desək, hakimiyyət dövründə Çində hakimiyyət belə desək, Tan sülaləsi idi. Hakimiyyət uğrunda mübarizədə Çin imperatoru Moyonçurdan köməklik istəyir. Moyonçur da Çinə köməklik göstərir və bunun nəticəsində belə desək, Moyonçurun Tan sülaləsinə köməkliyi nəticəsində qiyamçıların çıxışlarından Tan sülələsini, yəni Çini qoruyur və qonşuluqdakı Tibetlilərin hücumlarından qoruyur. Hətta əldə olunan razılığa görə, yəni Çin asılalı salınır. Əldə olunan razılığa görə Çinlilər Uyğurlara ipəklə xərac ödəyirlər. Bəs Bölgü xaqanın hakimiyyət dövründə hansı hadisələr baş verib? Bölgü xaqan 759-cu ildən 779-cu ilə qədər hakimiyyətdə qalıb. Uyğurlar Çin üzərində nüfuzunu daha da artırıblar. Çinin bütün ticarət əlaqələri, ticarət yolları Uyğurların nəzarətinə keçibdir. Bu Böyük Asiya Hun dövlətinə Mete xaqandan oxşar cəhətdir. Çünki bir yerdən əvvəl 200-cü ildə orada da Pinçen sülhündə bununla bağlı, ticarət yollarına bağlı maddə var idi. Tibetləri Çindən qovubdu. Belə desək, Çindən qovub və ölkədə yeni dini təlim olan Mani təlimini belə desək, yaradıbdır. Mani təlimi Sasanilərdə də var, bizim eranın 3-cü əsrindədir. Onu da yadınızda saxlayın. Maniçilik Uyğur türklərin döyüş ruhunu aşağı sardı. Niyə? Çünki maniçilik belə desək, mübarizəni, müharibəni sevmirdi və Mani təlimin ölkədə yayılması hərbiçiləri belə desək, döyüş ruhunu aşağıya salırdı və bu da Uyğurlarda dini pərakəndəliyə yol açırdı. Bəs yaxşı, Uyğur dövlətinin zəifləməsi və süqutun səbəbləri nədən ibarətdir? Uyğur dövlətinin zəifləməsinin səbəbləri nədən ibarətdir? Uyğur dövlətinin iqlim dəyişikliyi, ölkədə Mani dilinin yayılması, yəni dini pərakəndəliyə gətirib çıxarması, xaqanların sui-qəsd nəticəsində öldürülməsi, tabe edilmiş tayfaların üsyanların nəticəsində Uyğur dövləti zəifləmiş və 842-ci ildə Qırğızların qaldırdığı üsyan nəticəsində Uyğur dövləti süqut etmişdir. Ondan sonra Uyğur mədəniyyəti haqqında bir neçə fakt deyim mən sizə. Bunları yadda saxlamaq yaxşı olardı. Uyğur mədəniyyəti. Uyğur mədəniyyəti haqqında bir neçə məlumat verim. Dərsimizi yekunlaşdıraq. Uyğurlar belə desək, Avropalılardan daha əvvəl kağız istehsal edib mətbə yaratmışdılar. Amma Avropalılardan əvvəl, bunu yadda saxlayın. Avropadan əvvəl. Belə desək, mətbə yaradıblar. Kitab çapını Çinlilərdən öyrəniblər. Ərəblər Uyğurlardan mənimsəyibdir və bundan sonra da Avropaya yayılmışdır. Yüksək şəhər mədəniyyətinə malik olubdur. Hətta Uyğurların vaxtı ilə saldığı şəhərləri bəziləri dövrümüzə qədər gəlib çatıb. Bəs yaxşı, ticarət məsələlərində Uyğurlar niyə uğurlu idilər? Səbəb bundan ibarətdir ki, Uyğurlar ticarət yollarının, xüsusilə İpək yolu üzərində yerləşməsi ticarət yollarının ölkə çoxlu gəlirlər gətirirdi. Əziz şagirdlər və müəllimlər, bugünkü dərsimiz bura qədər idi. Növbəti türk dövlətlərinin növbəti dərsdə izah edəcəm. Zəhmət olmasa kanalımızı bəyənək, abunə olaq ki, bu dərs başqa şagirdlərin və müəllimlərin qarşısına çıxsın. Çox sağ olun, minnətdaram.